Evlərin divarları çatlayıb, hasarları isə uçub. Belə bir mənzərə son aylarda intensiv yağışdan sonra yaranıb. Bura paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsidir. Yeni Günəşli Yaylası küçəsində yaşayan ailələr deyirlər ki, son bir ildə yağan intensiv yağışdan sonra torpaq sürüşməsi daha da aktivləşib. Evlərdə və hasarlarda iri çatlar əmələ gəlib. 2 mərtəbəli evlərin bəziləri isə hər an uçma təhlükəsi ilə üz-üzədir. Evimdə çatlar baş verir. Yəni belə deyək də, bu gündən səhərə ümidimiz yoxdur. Yəni ev bu gün qalacaq bu ərazidə, sürüşmə olmayacaq, sabah olacaq, onu bir Allah bilir. Yolun orada görünürsə, yolla bizim dayandığımız yer arasında sürüşmə o qədər olub ki, 1,5 metr məsafə var, belə deyək, çökmə var. Bu indi ili-ildən, ay-aydan, günü-gündən indi haçan olacaqsa bu sürüşmə hadisə də olacaq və belə deyək, burada böyük bir faciə baş verəcək. Acınacaqlı vəziyyətdəyik də, çox acınacaqlı vəziyyət keçiririk. Amma heç kimdən də kömək ala bilmirik. Hara gedirik elə öz vəsaitiniz hesabına çıxın kirayə, çıxın başqa bir yerə. Bizim də elə imkanımız yoxdur. Bu evi özümüz tikmişik. Faciə baş verməsin də. Faciə baş versə evdə 4-cü sinifdə oxuyan nəvəm var. 1 yaşından belə onu biz zülmlə. Məsələn, oradan getmə. Baxın, oranı görürsünüz də, oradan getmə, buradan getmə. Sakinlər bildirirlər ki, Fövqəladə Hallar Nazirliyinə dəfələrlə müraciət ediblər. Nazirliyin əməkdaşları əraziyə baxış keçirib və evlərin boşaldılması üçün rəy veriblər. Rəydə də qeyd olunur ki, ərazi sürüşmə ərazisidir, ev bərpa oluna bilməz, yenidən qurula bilməz, təcili köçürülməlidir. Və bu məktublar əsasında da Suraxanı rayonuna məktub ünvanlanıb, bu rəy akt Suraxanı rayon icra hakimiyyətinə ünvanlanıb. Suraxanı rayon icra hakimiyyətinin mənə göndərdiyi məktub buradadır və Suraxanı rayon icra hakimiyyəti mənə məktub göndərib. Məktubda bildirir ki, siz öz şəxsi vəsait hesabınıza bu sürüşməni aradan qaldırın. Sakinlərin sözlərinə görə uçma təhlükəsi olan evlərdən birinin sahibinə rayon icra hakimiyyəti tərəfindən kompensasiya ödənilib və həmin ailə ərazini tərk edib. Digər 10 ailə də istəyir ki, onlara kompensasiya ödənilsin və təhlükəli zonadan çıxsınlar. Digər sakinlərə niyə kompensasiya ödənilmir sualından yola çıxaraq Suraxanı rayon icra hakimiyyətinə biz də müraciət etdik. Qurumdan Xəzər xəbərə bildirdilər ki, məsələ bazar ertəsi araşdırılıb, rəsmi açıqlama veriləcək. Ramal Abdullayev, Səbuhi Mustafayev, Xəzər xəbər.